Hər kəsə salamlar dostlar. Bugün sizinlə birlikdə bir dəqiqə mikrofonumu səhv tutmuşam. Bugün sizinlə birlikdə güclü telefonları sıralayacağıq. Nə cür güclü ekran herzi 144 Hz ekran olan telefonları sıralayırıq. Və kanalım ilkdir deyil uşaqlar. Kanala abunə olub like at tuşuna basmağı unutmayın. Keçək videoya. Uşaqlar, deməli birinci telefonumuz Poco X4 GT. Xiaomi'nin telefonu ezik. Yəni adların qeyri olmağı adamı bitər eləyir. Eyni şeydir, basın geçsin. Necə ki Nokia, düşünə Nokia. Xiaomi bizim vaxtımızda da baba qaydasında belə şey var idi. Neysə, əməliyyat sistemi Android 12. Uşaqlar, bu Android 12 deyil əslində, belə deyim də sizə. Android 14-dür, 15-ə yüksələcək daha doğrusu. Android 14 olub, 15-ə yüksələcək deyəsən. Dimensity 8100 prosesor, Mediatek prosesor belə deyək də. Pazarda 90 FPS, bəzi oyunlarda isə güclü bir güclü bir performansı var. İndidən deyim, halbuki Mediatek zəif telefonların, yəni prosesorlardır. Yəni gücsüzləşib belə baxanda Dimensity adını düz deyə bilmərəm uşaqlar. Düz belə deyim nə? Ola bilsin adını düz demədim. Çünki əslində düzdür, mən biləm. Prosta adı qəribədir deyə. Yəni mən bu prosesorun adını tam tələffüz edə bilmirəm. Problemim odur. 5080 amper batareya var. İndidən deyim sizə. Yəni zırtqı tutumu superdir. Yəni bir də özü də ki, təkcə bu deyil. 256 GB yaddaşı kimi sahibdir. 64 megapiksel kamera, 720p. Kamerasına görə alınarmı? Orta səviyyə. Yəni 60 FPS kamera çəkir. 1080p'də 60 FPS çəkir. 140 gəldi həmin o ana 144 Hz ekranı var. Və ekran görüntü kalitəsi 1080 ekran görüntüsü var. Yəni görüntüsü deyəndə ki, görüntü kalitəsi belə deyək. Yəni 1080. Bunun pis olmağı pis oldu. Bəli. Bu yaxşı mı oldu deyəcəyim, pis oldu daha doğrusu. Prosesor nədir? Prosesor gücü 2.85. Belə deyək də, bizim ata-babalarımızın qaydası ilə prosesor çekirdək. Elə bir kompüter zatdır. Kompüter kimidir əslində. Mən dediyim kimi 1080p'də 60 FPS çəkir. 4K'sı varmı? Niyyət, yenidən deyim sizə, yoxdur. Yəni buradan bir dənə eksi yemiş olur. Bu telefona neçə bal verərəm? Ekran herzinə görə 144 dediyə 8 balı hak edir. Deyəcəksiniz niyə? Çünki həm ekranı böyüdür, həm batareya tutumu da çoxdur. İndidən deyim sizə, çünki batareya tutumu o qədər də geç qutarmır. 67 wattlıqda yəni zirətqə yazılmalı gücü var. Yəni super, yəni gücü var. Cuma axşamı özü də qeyd olunub. 2022-ci ilin telefonudur. Buraxılış tarixi iyunun 27-si. Bunu qeyd elə. Özü iyun ad günü. Keçək ikinci telefona. Şurada sayt değiştirməli oldum. Bu saytdan nəsə başım çox çıxmadı. İndidən deyim sizə.
Heç bu sayt bilmirəm nə saytıdır. Mən bayaqki saytımı verin mənə. Bu nədir? Bayaqki saytımı tapdım, hesablaşdımı? Aha, gəldi telefonun kralına. Uşaqlar, bu telefonu bilənləri bilir. Super telefondur. İkinci, əslində ən birinci bunu verməliydim. Çünki super telefondur. Yəni prosta ən pisi də Android 12 əməliyyat sisteminin olmağıdır. Redmi, Xiaomi 10T Pro. Nə xüsusiyyətləri var? Ona gəldikdə birinci gəlin prosesorundan başlayaq. Snapdragon 865 PUBG Mobile'da 90 FPS verir. Ne diyeceksin ya? Belə deyim də. Yəni prosesoru gəlin belə deyək də. Baxın, ekran herzinə birincisi baxmır, prosesora baxır. Yəni prosesor gücü nə qədər oldusa, o qədər isə daha da FPS artır. Məsələn, indi mən gedim 165 Hz'lik bir ekran götürüm, monitor. Amma ki, baxırsan, FPS qalxmır. FPS qalxmağına qalxmadı. Və yaxud da ki, mənim ekran herzim 60'da 120 FPS alıram. Var indi 60 Hz'dən 120 FPS alan. Amma ki, o 120 FPS deyil, 90 FPS'in o yana çıxası belə deyil. 90 FPS'i qəbul eləmir, 60 FPS'e gedir. 90 FPS üçün 90 Hz ekran lazım. 120 FPS üçün 120 Hz ekran lazım. Əgər prosesorunuz güclüdürsə və yaxud da ki ekran herziniz də onunla birlikdə yüksəkdirsə, siz FPS-i çox alacaqsınız. Və bunun üçün başqa bir video hazırlayacağım. Çünki 7-ci dəqiqəsinə girdiyi videonu indidən deyim sizə. Aha, 8K çəkilişi var. 108 megapiksel kamera. 4320p görüntü. Yəni aga, nə istəyirsən 8K. Nə istəyirsən? Yat bomba. Allah'ın olsun 8K 30 FPS çəkir. 8K 30 FPS çəkilişi var. Yəni almağı dəyərmi? Təbii ki də dəyər. Gəlin bir dənə Umico'dan baxalım. Umico T10 aha. Mövcud da biləyik. Bu satışda yox idi. Doğrudan. Uşaqlar bunu tapsas belə deyim də sizə şeydən tapmaq olur. İkinci əl. Yəni sizə gələcəyinə görə ikinci əl olur. Yəni oradan tapmaq olur. 5000 amper batareya, söhbət uzatmayaq. Android 12'ye kimi gəlib. 12'dən oyuna getməyib. Yəni əslində Android 12'ye kimidir. Prosta burada elə göstərir. Android 10. 8 RAM, 256 yaddaş, yəni 144 Hz ekran, 1000 megapiksel demək, 1080p ekran görüntüsü kalitesi, yəni nə istəyirsən al da qardaş, almağa dəyər. Həqiqətən də 8K çəkilişi var, inanmayanlar üçün 8K 30 FPS. Yəni video çəkəndə dəstəkləyir. 4K 60 FPS kamera çəkir. Mən niyə Poco X4 GT-yəm? Çünki onda həm Android yüksəkdir, bunda da Android yüksəkdir. Android 12'də ondan da oyuna getməyib. Root'la birlikdə Android 14 eləmək olar. Android 14 eləmək olur, 15 eləmək olur. Hətta və hətta Xiaomi 15 Ultra'nı, yəni istəsəz beta Android 16 yəni eləmək olur.
Beta Android 16 üçün pul lazım əslində, yəni bizim uşaqlar deyilik. Neyse keçək 3-cü telefona. Geçtik 3-cü telefonumuza. Uşaqlar, bu telefon superdir bu arada. Yəni ki, evli bir telefon deyil. Yəni bunu tapsaz, yəni mənə də deyin, mən də alacağım. Çox qəşəng telefondur bu arada. Android 15'ti bu arada. Elə belə də telefon deyil ha. 5000 amper, 6.67 düğümlü ekran, 1220 megapiksel, 1200 görüntülü kalitesi, 20 görüntü kalitesi, 2712 piksel, yani cücüdür. 8K çekiliş, daha doğrusu 8K video, 50 megapiksel kamera, 8K 30 FPS çekir. Bu arada indiden diyeyim. Aha, geçti videoya. Şu an beni içeriden çalırdılar. Ona göre şeyledim. Aha, videonu diyandırdım. Bu da eyni prosesör kimidir. Dim bir dakika. Dim Inspect. İnşallah düzmüşəm. İnşallah bunu deyə bilmirəm. Həqiqətən Allahın dostu. 10 yaşımdan bəri mən bu prosesörün adını təkrarlaya bilmirəm. Amma ki Mediatekdir prosesörün özü. Mediatek. Sadəcə Mediatek 8200 Ultra deyəcəm bundan yana. Yəni başa düşən düşsün, çünki həqiqətən mən bu sözdən əsəbləşirəm. Mən yəni Allahın olsun, yəni mən nə qədər söz bilirəm, amma bu söz kimi çətin bir söz bilmirdim mən. Yəni 10 yaşımdan bəri mən bu sözü təkrarlaya bilmirəm. Yəni nə çətin bir sözmüş anlamadım. Aha. Həqiqətən də oyun canavarının canavarı, 144 Hz ekran, 120 FPS, çox güclü, dəhşət güclü telefondur. 8K 30 FPS çekilir, 120 FPS çekilişi də var. Bir də Redmi Note 10T'ye bal verməliyik, qoyulu bal da verək. Hazır buradaymışkən 10 üstündən 9 superdir. Bu telefon isə superdir həqiqətən də, yəni mən bəyənirəm həqiqətən. Prosesoruna görə PUBG Mobile 120 FPS verir həqiqətən. 256 yaddaşı var. Burası 512 yaddaşın onunla məni əsəbləşdirir. Bu nədir? Bu nədir? Bu nədir? Metroda çəkiliş. Zarafət bir yana, yəni 512 açması yaddaşı olardı. Yəni 256 yaddaş nə deməkdir yəni? Bu nədir? Yəni mən buna əsəbləşdirəm. Prosesör çəkirdeği 3.1 GHz. Şimdi buna xoşum gəldi mi? Bəli, süper telefondur. İndi gəlib mənim bu Redmi Pad Pro-ma. Ağam, hazırda videonu çəkdiyim iPad. Pad Pro. Bunun bir 5G'si var. G'si ya. Bir de sadesi. Pro olanı. Ben Pro olanını görmüşüm. Agam, indi buradan deyim də sizə necə bir iPad'dir. Super iPad'dir. Donması kasması olmur. Qızışması həqiqətən olur arada. 10.000 amperi var. Almağa dəyər mi? Dəyməz mi? Agam dəyər. Dəyər. Həqiqətən dəyər. Çünki PUBG Mobile 60 FPS verir. Yəni Snapdragon 7S Gen 2. Adam buna sinir olur arada. Kamerası agam.
kamerası bilsiz nədir? Yəni 8 megapiksel kamerası var. Süper ya. Yəni uzaqlaşdırmayın biz. Uzaqlaşdırmayın. Zarafat bir yana, həqiqətən süperdir. 1600 belə deyək də 1600 ekran görüntü kalitesi var. Süperdir. 120 Hz ekrandır. Təkcə bundan bitmir əslində. Yəni Android hal-hazırda necədir, gəlin onu göstərim. Ağam bax da bax, Android 15. Android 15. Kimdə var Android 15? Android 15 də həqiqətən inanmayanlar üçün də yəni deyim. Aha. Keçək ikinci, daha doğrusu neçənci telefon? 4-cüyə tez keçək. Hal-hazırda bu gördüyünüz telefon süper telefondur. Bu telefon Snapdragon 8 Elite prosesoruna sahibdir. Android 15 ilə gəlir. Android 16-ya yüksələcəkmi? Bəli, yüksələcək. 6.73 ekran düyümü var. 5410 amper batareyası var. 256 yaddaş tutumu var. 1 TB da yaddaşı var. Aslında 1 TB kimi gedir. 200 megapiksel kamerası var. 8K 60 FPS çəkir. 8K 60 FPS çəkir. Bu arada hə. 8K 60 FPS çəkilişi var. Yox. 8K 120 FPS də çəkirdi deyirsən bunu. Səhv eləmirəmsə. 2025 fevralın 27-si çıxıb. 27-si buraxılış elanıdır. Buraxılış tarixi daha doğrusu. 120 Hz ekranı var. 1440 piksellik ekran. Ekran piksellik ekran dirəmi. Görüntü kalitesi var. 3200 pikseldir. Gələ hələ bir ikinciyə. Hanım. Bakın. Prosesör. Bir dakika. Hardaydı ha. Prosesör çekirdeği hardaydı. Aga burada olmalıydı. Sıfır arası bu nedir? Zafet eysen de. Aga koyublar ya, prosesör çekirdeğini koymuyorlar. Bir dakika. Ekran. Design. Umumi. Prosesör. Nüveler. Prosesör teknolojisi. 3 ne? Prosesör max sürət. 4000 ne? Ay ne? Allah haqqı. Bir de bunun için buraxılış verirlər. 4320. Çaşıb CTRL bastım. Ne danışırsan Allah? 500 GB yaddaşı da vardı. Mən bunu səhv demişəm. Başlayın. Uy dədə. Sən yandırdın el aləmi. Uy. Uy. Baka. Arxa kamerası super zoom var. 200 zoom var. Yani 200 zoomlayabilir. 200x zoom yani. Geldi esas mesela 90 watt. Bak indiki telefonlara Xiaomi istəyir ne olur olsun 120 wattlık bir adaptör koydular. Ama bizim burada əsəbləşdiyimiz nədir? Hələ bu prosesör nədir? Snapdragon 8 Elite prosesör. Ama gəlirik bura 90 wattlıq adaptör. Adam buna sinir olsun mu? Olsun. Hələ qutarmasın. Xiaomi 15 Ultra deyirsən dilində bunu. Yəni 4000
5410 amperlik batareya deyirsən sən burada dilində. Gətirdiyin şeylər dilində bunu etməkləri məncə adam sinir eləyir. Niyə də? Aga, bu çox söhbət çıxıb burada. Nədən deyim sizə? Poco F7, F-cilər, yəni F-cilər, yox bir F-cilər. Aga, F işlədənlər Poco F7-ni xoşlayırlar. Həqiqətən mən F-i xoşlayıram, amma ki Poco F7 Pro mənim üçün necədir? Yəni mən xoşladım, onu bilən sizə deyim. Yəni hərənin öz zövqü. Snapdragon 8 Gen 3 prosesoru. Yəni prosesoru qəşəngdir, PUBG 120 FPS verir. Android 15-dir, Android 16 yüksələcək. Təbii ki 6000 amperlik batareyası var. 50 megapiksel kamera, hamısı bir yana. Ən xoşlamadığım şeylərindən yəni biri, yəni necə deyim sizə, kamerası qəş 4K 60 FPS çəkilişi var deyilənə görə. Yəni mən bilən 8K-da çəkilir, bu çəkilir yəni. O qədər də yəni xoşlamadım. Yəni dostumda var. Yox. Bilmirəm, F7 neydi? Onda F deyildi deyilsən, səhv eləmirəmsə. Ya F idi, ya ki... Uşaqlar, bir dəqiqə soruşum. Gəldim. Uşaqlar, soruşdum. Zəng vurdum, soruşdum. Dedi ki, saat 1-də nə yığmısan? Əqəm dedim, video çəkirəm. Onun üçün mənə bir şey dedim. 8K 30 FPS çəkilişi var, 4K 60 FPS çəkilişi var və bir də 1080p-də 60 FPS çəkir, 720p 30 FPS çəkilişi var bir də. Amma ki, nə deyirsiniz deyin, mən F-i xoşlamıram. Yəni, mən nasıl deyil qardaş? Yəni, mən F7 Ultra'nı xoşladım. F7 Ultra'nı təbii ki xoşlayıram. Amma F7 Pro'nu xoşlamadım. F7 Pro'nu heç xoşlamadım. Alsam F-lərdən F7 Ultra'nı alıram elə. F7 Ultra Snapdragon 8 Elite'dir. Həm də bunun qızışmağı zadı azdır. Eynidir, 50 megapikseldir, amma 8K çəkilişi varmı? Var. Dostumun ən çox, yəni istədiyi yönü bizdə haradır? F7 Pro'nun. Çox qızır. Deyir ki, məsələn, oyuna girirəm, deyir, qızmağı çoxdur. Deyir, amma ki, F7 Ultra'da elə olmur da. Deyir, heç olmasa elə ondan alardım. Yəni, bu güclüdür. Heç olmasa 120 wattdır. Mən buna əsəbləşmişəm. F7 Ultra'ya gələnə bax, buna gələnə bax. Xiaomi 15 Ultra, adam buna əsəbləşməyir. Aga, X-lərdən olmadı mı? Təbii ki var. X7 Pro. X7 Ultra niyə çıxmadı? O maraqlıdır. Mediatek deyəcəm yenə də, bilirsiniz, videonu izləyənlər də bilir. Mediatek 7300 Ultra 6.7 ekran böyüklüyü, düyüm deyək. Android 15'dir, 14'dür burada göstər. Əslində 15 gəlib çoxdan. 128, 256, 512 yaddaşı var. İndidən deyim. 120 Hz ekran, 2.5 prosesor çəkirdik sürəti və video kalitəsi bok gibi. Bokum. Biz F'i istəyirik, amma F biraz neysə. Mən X-ciyəm. Ona görə çox şey demirəm. Neysə. Buradan menudan çıxaq. Kamerasına baxmayaq da. Yəni siz niyə kamerasına baxırsınız? Belə yazaq bura. Poco X7
7 yazan kimi onun prosu gəlir. Onun prosuna baxın da, yəni siz nə danışırsınız? Yəni o burada bir söhbət dəyişir də, qaqaş söhbət bir stroçni. Bu da məndən təzə söz. Stroçni. Neyse, Mediatek diyeceğim. Mediatek 8400 Ultra. Oy, baka. Aha. 12 GB'lık 12 RAM, 256 yaddaş, 512 yaddaşlığı da var. 128 yaddaşlığı bu arada yoktu. 6000 amperlik batareya, 6.67 düğümlü ekran. Android 16'ya da yükselecek. Görürsünüz. Bir de biz X4'ün X7'ni pisleyirik. Görürsən ha? 50 megapiksel kamera. Mən demirəm, yəni F7 pisdir. F7 pis deyil. Prosta ki mən F-ci deyiləm. Yəni bir var F-i tutanlar, bir də var ki X-i tutanlar. Mən X deyirəm, yəni X6 Pro-nu xoşlayırdım, X4'ü xoşlayırdım, X3'ü də xoşlayırdım, X4'ü də xoşlayırdım. X4 GT-ni vəbşəm xoşlayıram. X3 Pro var ya, o vəbşəm canavar. X3 NFC 45 FPS verir PUBG Mobile-da. Amma ki X3 Pro alınardım. Niyyət, indidən deyirsiniz. Almağınıza dəyməz. Almağınıza peşman olarsınız. Yəni ikinci el alanlar vəbşəm peşman olanlar. 120 Hz ekran, babında peşman olmayacaq. Baba gəlir canavar diye. Gəldi canavar. Oh yeah. 4K 24 FPS verir. 8K 24 FPS. 4K 60 FPS çəkir. 1080p 60 FPS çəkilişi də var. Bu arada indidən deyim sizə. Bravo bir çəkilişi var. Ön kamera bu fake değil uşaqlar. O ön kamera, yəni baxmayın çünki o düzlüğün bir yəni verilmiş bir şey değil. 90 watt ama bir şey ve ama neyse oradan baxmayaq da biz orasına niyə baxırıq? Yəni biz oraya baxmayaq da biz gələcəyə baxaq. Ağam bir dəqiqə deyəm. X7 Pro. Pro'ya gəl. Mənim ən çox anlamadığım bir şeydir. Bunun bu forması. Ağam bunun bu forması olanda ne olur? Yəni nə fərqi var? Bir də bunun formulası gəlir. Yəni təkcə bu deyil. Bir dənə bu, bir bu. Rəng seçənəkləri Ankara'sını xoşladım. Bu Batman'ini xoşlamadım. Batman değil. Keş Batman var. Ya da Thor qəşəngdir. Gələn dəfə Paco Thor düzəltmişim. Batman daha yaxşıdır. Amma ki mənim ən çox sevdiyim telefonlardan biri Poco X7 Pro. Neyse dostlar, videonu izlediğiniz için çok sağ olun. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənə dək bir də aşağıdan like atıp abone olmağı unutmayın. Sağ olun. Bye.